Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşdi. ABŞ İrana qarşı döyüş əməliyyatlarının başladığını elan etdi. Today Press TV xəbər verir ki, ABŞ prezidenti Donald Trump Vaşinqtonun İran donanmasını tamamilə məhv etməyi planlaşdırdığını bildirib. Həmçinin İsrail İrana qarşı xüsusi hərbi əməliyyatlara start verdiyini bildirib. Hərbi əməliyyat Aslan Nəhəri adlandırılıb. Partlayış səslərinin Lurestan əyalətində, həmçinin Təbriz, İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərlərində eşidildiyi bildirilir. Partlayışlar fonunda Tehran şəhərində çaxnaşma yaşanıb, insanların küçələrdə qaçdığı bildirilir. Bir neçə partlayışdan sonra Tehran Fond birjasında ticarət də dayandırılıb. Eyni zamanda İranın ali dini rəhbəri Əli Xameneyinin paytaxt olmadığı və təhlükəsiz yerə köçürüldüyü bildirilib. Gərginlik fonunda həm İsrail, həm də İranın bir növbəti xəbərdarlığa qədər hava məkanlarının bağlandığı bildirilib. İsraildə yeni təhlükəsizlik qaydaları tətbiq edilib. Həyati əhəmiyyətli sektorlar istisna olmaqla təhsil tədbirləri, toplantılar və iş yerlərində fəaliyyət qadağan edilib. ABŞ dövlət katibi Marco Rubio isə Amerikalılara İrana getməmək və hazırda İranda olan vətəndaşlara dərhal ölkəni tərk etməyə çağırış edib. Həmçinin hücumlar zamanı sui-qəsd cəhdi olduğu bildirilən İran prezidenti Məsud Pezeşkiyanın son vəziyyəti açıqlanıb. Onun sağlam olduğu və heç bir xəsarət almadığı bildirilib.